Değerli izləyicilər, hal-hazırda biz qəhrəmanlar deyərək Biləsuvardan özümüzə borc bildik Bərdədə olaq. Bərdədə də şəhidimizin ocağında olmaq özümüzə bir qürur verdi. İlk öncə şəhid ataları var burada. Şəhid atalarına söz götürmək də bir qürurludur. Elə yaxınlaşaq şəhid atalarına. Yusuf dayı, ilk öncə bir qəhrəmanlar deyər Biləsuvardan gəldiyin üçün sizə çox sağ ol deyirik. Gələn ayaqlarınız var olsun. Bax, bugün qəhrəmanların ocaqlarını ziyarət edirsən. Çünki bir qəhrəman atasısan. Bugün qəhrəman babası, qəhrəman şəhidimizin atasının yanındasınız. İstərdim, hələ burada bir qəhrəman qardaş da var. İstərdik ilk öncə siz bir iki kəlmə deyərdiniz. Buyur. Allah şəhidlərimizə rəhmət eləsin. Onsuz da bu belə günlər biz kasıbların başına gəlir. Heç vaxt imkanların, varların başına belə şeylər gəlir. Çünki imkanların, varların, balaların o yerində yoxdur. Yəni sənə qardaşım, mən gətirsin, başı düşdü. Sən oğlun elə bir qəhrəman olun, elə bir adı qoyma getmək olar. Yəni vətənin keşiyində oldu, vətən keşiyində olarkən yəni o qəhrəmanlığa ucaldı. Allah şəhidlərimizi rəhmət eləsin. Allah ona sənin səbirləşsinə, səbir versin. Başı hər zaman yəni mənim də balam Antiyeli o şəhid. Yəni 2000. Allah rəhmət eləsin. Yəni həyat bizim talihimizdə belə yazılıbsa, vətən sağ olsun. Allah dövlətimizi qorusun. Allah əsərlərini. Çok sağ ol. Teşekkür edirik Yusuf kişi. Allah sizi var eləsin. Bugün Rüstəm şəhidimizin babası Yadigar kişi qürurla başını dik tutaraq inşallah bir iki kəlmə götürəcək. Çünki nəvəsi vətən uğrunda, xalq üçün, üçrəyli bayrağımızın dalğalanması üçün canından keçən qardaşlardan biri oldu. Biz hər zaman şəhidlərin qarşısında baş əyirik. Çünki o şəhidlərə görə rahatıq, sərbəstlik, azadıq. Hətta bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verən qazilərimiz var. Onların da qarşısında baş əyirik. Veteranlarımızın qarşısında baş əyirik. Hərbiçilərimiz. Çünki onlara görə rahatıq, sərbəstlik. Yadigar da istərdik ki, bir iki kəlmə sizdə bugün Nəvözün bugün 4 mərasimidir. 3 mərasimidir. Allah ruhun şad eləsin. Ruhu qarşısında baş əyirik. Biz özümüzə borc bildik. Əgər harda şəhidlərin ocağı varsa, harda şəhid adı gələn yeri varsa, biz orada olmağı özümüzə borc bildik. Bir baba kimi bir iki kəlmə istəyərdik. Siz də çox gəlmişsiniz Bərdələrində. Bizim şəhidimizin 5 günü qaldı. Parmağa nişanlıydı. Yəni Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlıq versin. Yəni atanın borcu, ananın borcu nədən bekliyor? Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlıq versin, vətən sağ olsun. Nəzər bilə gəlir. Çox sağ ol Yadigar kişi, Allah sizi var eləsin. Qarşısında baş əyirik. Əlbəttə siz hər zaman başlı dik tuta bilərsiniz ki, sizin Nəvöz vətən uğrunda canından keçib. Şəhidlər başımızın tacı deyiriksə, əməlimizdə deyirik. Ocaqlarında ziyarətini deyirik. Burada bizim bir şəhid qardaşımız da var. İstərdik şəhid qardaşımızın qardaşı da bir iki kəlmə desin. Allah məkanı cənnət eləsin. Adamımız eləsin. Təşəkkür, var olasın. Ruslan qardaşım, ilk öncə qarşında baş əyirik. Sən elə bir ata oldun ki, bu gündən bir məsuliyyət üzərinə düşdü. Şəhid atası. Şəhid atası o deməkdir ki, hər zaman şəhidin adını yüksəklərdə tutmaq. Çünki o şəhid bizim Azərbaycanımızın üç rəyli bayrağın yüksəkdə tutdu. Canından keçdi. Təki vətən sağ olsun dedi. Bu gün də siz elə atasınız ki, övladınız vətən uğrunda canından keçdi. Bir ata olaraq bu gün sizdən kəlmə götürmək bizim üçün bir qürur verici olar. Buyur. Təşəkkür, var olasın. Əlbəttə bu gün rahat, sərbəst, azadıqsa, üç rəyli bayrağımız dalğalanırsa, qanı ilə tarix yazan, vətən uğrunda canından keçən şəhidlərə borcluyuq. Bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verən qazilərə borcluyuq. Veteranlara və hərbiçilərə borcluyuq. Gəlin hər zaman, hər an, zaman keçdikcə şəhid ailələrini yaddan çıxartmayaq. Bu gün şəhid varsa, şəhidlərə görə üç rəyli bayraq götürüb düşməyən, hər zaman şəhid ocaqlarını ziyarət edən, çünki onların övladlarına görə ailəmiz ocaqda rahat, sərbəst oturub. Ona görə də hər zaman şəhid ailələri başımızın tacı deyiriksə əməlimizdə dedəyin. Allah cəmi şəhidlərimizi rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Bərdədə bir qəhrəmanlar diyardı, Xudayarınla və qəhrəmanlarınla tanınan bir bölgədir. Bərdənin də qarşısında biz baş əyirik. Çünki qəhrəmanları, şəhidləri var. Allah cəm şəhidlərimizi rəhmət eləsin.
Allah sizlər də var etsin. Siz ki Bərdar rayonuna orta yol gəlmişsiniz. Göz şəhidlərimizin də hörməti var. Bütün rayonlardan, Bakıdan, Sumqayıtımızdan gəliblər bizim Bərdar rayonuna. Borcumuzdur. Əziyyət çəkmişsiniz. Borcumuzdur. Əziyyət deyil, borcdur. Burada bizim duran bir iki nəfərdən də söz götürək. Görəklər gözəl. Çox sağ ol. Buyur qardaş. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə sağlıq eləsin. Buyur. Allah şəhidlərimizə rəhmət eləsin. Allah onları İmam Əliyə qonşu eləsin. Çox sağ olun, təşəkkür edirik. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Ağsaqqal bir iki kəlmə sən də deyərdin bu gün gündə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Yaralılara şəfa versin. Şəhid atalarına, analarına Allah sabır versin. Çox sağ ol. Qonaq gəlmişsiniz. Qonaq gələnlərinizi, qardaşlarımızı can sağlığı arzu edirəm. Allah onların cəmi önlərinə rəhmət eləsin. Çox sağ ol. Valla utanmaq lazımdır öyle dayı. Rahat danışmaq lazımdır. Şəhidlər bizlər üçün canından gedir. Çox sağ ol. Var ol. Qardaş bir iki kəlmə deyərdin. Allah'ın cəmi şəhətlərimizə rəhmət eləsin, qazilərimizə inşallah Allah'tan kəbla diləyirəm. Gəlin ayaqlarınıza var olsun, minnətlərəm. Buyur. Allah şəhidlərimizə rəhmət eləsin. Rahat danışmalıyıq. Çünki qəhrəmanlar bizlər üçün canlarından keçib. Biz də bu qəhrəmanları haqqında danışsaq da qurtarmır. Var olasınız. Gələn ayaqlarınız varsın, ağsaqqal siz də var olun. Allah cəm şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və etiranlarımıza can sağlığı versin.